Salam, hər vaxtınız xeyir olsun. Qaynana Gəlin kanalımıza xoş gəlmisiniz. Bugün kanalımızda sizlər üçün qaynanamın hazırladığı dadlı, ləzzətli, ən gözəl şirniyyatlardan olan badamburanın hazırlanmasını təqdim edəcəyik. İlk öncə onu qeyd edim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Süd isə isti olmalıdır. Belə olduqda xəmirimiz daha gözəl mayalanır. İlk öncə 4 ədəd yumurtanı qabımıza əlavə edirik. Daha sonra isə 20%li 3 xörək qaşığı xamanı, üç xörək qaşığı qatığı, 1 çay qaşığı yarım mayanı, 1 çay qaşığı vanili, 2 çay qaşığı şəkər tozunu, 1 çimdik duzu, 200 ml qarğıdalı yağını, 200 ml isti südü əlavə etmək istəyəndə xatırlayırıq ki, digər ərzaqları çırpıcıdan yaxşıca keçirtməliyik. Ona görə də qiybəti bir kənara, südü bir kənara qoyub çırpıcı ilə ərzaqları yaxşıca açırıq. Açdıqdan sonra südümüzü əlavə edirik və qiybətimizi etməyə də davam edirik bu arada. Ən sonda isə 1 kiloqram unu əlavə edib xəmirimizi yoğuracağıq. Bu arada qiybəti bir kənara qoyub başlayırıq. Xəmirimizi yaxşıca yoğurub hazır hala gətiririk. Xəmirimiz hazır olduqdan sonra üzərini yaxşı örtüb isti olan bir yerdə təxmini 30-40 dəqiqə mayalanmağa. Xəmirimiz mayalandıqdan sonra xəmirimizi təkrar yoğurub havasını çıxardırıq və 15 dəqiqə dinlənməyə qoyuruq. Daha sonra isə xəmiri götürüb kündələrə ayırırıq. Bu xəmirlə 12 ədəd kündə alındı. Qaynanam xəmiri yaxşıca kündə halına gətirir. Daha sonra isə bunları yaymağa başlayacaq. Kündəliyib bitirdikdən sonra yaymağa başlayır. Xəmirimizi yaxşıca açdıqdan sonra yağlamağa başlayacağıq. Onu da bildirim ki, biz əvvəlcədən masanın üzərini yaxşıca silib simişka yağı ilə yağlamışıq. Ona görə ki, kərə yağı ilə yağladıqda xəmirimiz orada yapışır, donur və gözəl bükülmür. Ən alt qatı simişka yağı ilə, digər qatları isə kərə yağı ilə yağlayacağıq. Xəmirimizi yaxşıca açdıqdan sonra yağladığımız masanın üzərinə sərəcəyik. Birinci xəmirimizi masanın üzərinə sərdik. Bu arada isə qaynanam mənə bildirir ki, qiybəti bir yana, telefonu da o biri yana qoyub gəlib mənə kömək edəsən bəlkə. Mən isə sözün yerə salmıram. Bu arada ağlıma gəlir ki, bizim ortaq açdığımız bir kanalımız var. Ona görə də telefonu bir kənara qoyub gedib qaynanama kömək edirəm. Hər bir qatı yaxşıca yağladıqdan sonra ən axırda gözəl badamburaları bükməyə başlayacaq.
ikinci yuxamızı sərib açırıq. Onu da qeyd edim ki, yuxalarımızı açarkən ortadan dartırıq ki, yuxamız dartılıb cırılmasın. Yalnız kənardan dartdıqda yuxamız cırılır. Ona görə də yuxamızı qaldırıb ortadan çəkmək lazımdır ki, yuxamız heç bir yerdən cırılmasın. Artıq üçüncü yuxamızı əlavə etdik. Bu isə dördüncü yuxamız. Beşinci yuxamız. Və sonuncu yuxamız, altıncı yuxamızı əlavə etdikdən sonra qaynanam kəsməyə başlayır. Bu arada gəlinə abunə, qaynana isə tərif etməyi unutmayın. Çünki belə olmadıqda söz söhbət olur. Kəsib bitirdikdən sonra qaynanam gözəl badam buraları bükməyə başladı. Badam buralarımızı büküb hazırladıq. Sonra isə içine doldurmağa keçirik. Qaynanam yaxşıca açıb içini içliklə dolduracaq. Bu arada qaynana gəlinin üzünə gəlməsin deyə gəlinə dəstək olaq. Badam buralarımızın içini yaxşıca doldurub bükürük. Pişərkən açılmasın deyin. Yaxşı-yaxşı bükür ki, qaynanam içliyi açılıb tökülməsin. Bu prosesi də bitirdikdən sonra gəlinə iş düşür ki, badam buraları pişməyə göndərsin. Axır ki, mənim də üzərimə bir iş düşdü. Badam buralarımız pişdi, hazırdır. Çox gözəl, ləzzətli, dadlı badam buralar hazırdır. Budur. Bu da bizim badam buralarımız. Gəlinin çox da əziyyəti olmasa, qaynananın hazırladığı, pişirdiyi, ərsiyə gətirdiyi dadlı, ləzzətli, xırçıltılı, gözəl badam bura pişirmək istəyirsinizsə, buyurub reseptimizi götürüb hazırlaya bilərsiniz. Əvvəlcədən nuş olsun hər kəsə.